Fars körfəzi bağlandı indi. Bizdir, Bakı yolu açılır da. Başqa yol yoxdur. Və bu yolun açılmalıdır. Azərbaycan-İran arasındakı bu qapalı sərhəd həddindən artıq çox ziyandır. Həm bizim üçün, həm Bakıda olan bahalığın səbəbi dedim. Odur ki, biz güneylə alver eləyə bilmirik. Məsələn, ağ sement, qara sement, tikinti materialları həddən artıq ucuzdur. Və bunlar buraya gətirilə bilmir. Neft, qaz, İranın nefti, qazı hardan ixrac olunur? Bakıdan ixrac olunmalı. Həyat belə gözləyir. Və bunun qarşısını nə alır? Bunun qarşısını kim alır, nə alır, necə alır? Bunu biz düşünməliyik və bu yol açılmalıdır. Və mən dəfələrlə Təbriz tacirləri, gəlin buradan, Təbrizin böyükləri onun tacirləridir. Əyan nəsillər. Bunların bir sözü var. Nə üçün bu yol bağlıdır? Nə üçün Azərbaycanla? Baxın, biz bunun acısını Sovet dövründə bəllidir niyə görə yaşadığında. Süleyman Rüstəmlə, Şəhriyar, Tikanlı məftillərin üstündə bir-birlərinə muğamat oxuyurdular, şeir oxuyurdular və s. və Araz radiostansiyası bunun ağrısını, bu sentimental ağrısını öz radyo dalğaları ilə, FM dalğaları ilə bütün coğrafiyaya yayır. Bu gün nə üçün bu sərhəd bağlıdır?